Getmişdiniz imtahana, necə oldu? Bəli, müəllimə getmişdim. 53 oldu. Balım sizə zəng eləmişdim və birinci sizə yığmışdım. Sizə çox təşəkkür eləyirəm. Baxmayaraq ki, yəni mənim üçün az müddət oldu da. Demək olar ki, fevraldan başlamışıq biz sizinlə. Çox boşluqlar var idi. Sağ olun ki, bu müddət ərzində belə dayanmadınız. Son dövrləri ümumiyyətlə belə heç dayanmadınız ha. Onun hesabına gəlib çatdıra bildim də, yəni bu vəziyyətə. Düzdür, 1-2 dənə suallar var idi ki, məsələlərdə oldu, 1-2 dənə məsələ. O da məsələlərin yəni hamısı yalan olar. 2 dənə məsələ var ki, çətinlik çəkirdim. Amma birini belə götürən düz yazmışam. Kurikulum Amma qalan necəydi? hamısı sizin Kurikulum bizdə verdiyiniz. əla. Məndə əla, hə. Kurikulum biraz Valla müəllimlər üçün hə, nəsə çətinlik var idi. 2 sual var idi ki, kurikulumdan çox belə adamın beynini yandırırdı. O bilmədim də. Hətta mənim ixtisasda 10 dənə sual var idi ki, yəni çətinlik səviyyəsi. Qalan hamısı belə elə bil ki, sizinlə danışdığımız şeylər idi. Venezuela olsun, Çayı göl olsun, nə bilim rayonlarımız, hamısını bir elə bil o xəritəni bizə bir gün əvvəldən izah eləmişdiniz ki, müəllimlərlə. Həmin xəritə qoymuşdular qarşımıza. Yəni hamısı eyni şeydir də. özü də müəllimə imtahana bir gün teşekkür qalmış ekvator xəttinin, qütb dairələrinin kəsdiyi o xəttlər ki var, əsas onları demişdi, onlara düşmüşdü, elə bilirəm. Mən Eyni keçən il şeylər, imtahana gedəndə eyni şey. sualları oxudum, dedim, ay ana, görən bunlar nədir belə? O 23 dənəni yazdım da, asan suallar, aşağı sinifin suallarını. Yuxarı sinifin suallarından heç nə yaza bilmədim. Hamısını atdım, çıxdım. Daha şey eləmədim. Amma bu dəfə gedəndə belə çıxanda dedilər, nətər idi suallar? Dedim, əla, qəşəng, asan. Salam, mənim axşamınız xeyir. Mənə. Qəşəng də yazdım, elə rahat yazdım. Mənim qaynanam deyir ki, Gülü, mən səndən 50 plus gözləyirdim. Niyə belə? Bir elə hazırlaşırdım. Deyirəm ki, Nazım, amma bəs mən bir elə iş güc, hamısı mənim boyumda. Mənim köməyim yoxdur. Ona görə şeydir, belə yazdım. Buna da şükür. Günürə müəllimə, imtahana bir gün sayəsində. qabaq sizin özgüvəninizə mən heyran qaldım. Dediniz ki, mən keçəcəm. Nəsə belə bir sözlər deyirdiniz. Mən arzuyu idim ki, keçəcəm. Hər şeyi hazırlayıb getmişdim. Ki, mən gələn kimi bilirdim ki, qızlar gələcəkdə, padruqalarım, müəllimə yoldaşlarım. Ki, mənim hər şeyim hazır olsun. Bilirdim, tort alıb gələcəklər özləri. Çünki həmişə elə edirdik. Müəllimlərin hamısı yaxşı oldu. Səs bağlıdır sizdə. Sizdə səs bağlıdır. Xanım müəllimə sizlə də danışacaq. Bir. Mətanət müəllimə ilə mən tələbə yoldaş olmuşuq. Bir qrupda oxumuşuq. Nə gözəl. Bir daha hamının axşamı xeyir. Axşamınız xeyir. Eləmək olmaqla həm keçən müəllimlərə, həm bundan sonra imtahan verən müəllimlərə uğurlar. Doğrudan əməyiniz böyüdü. Birinci sizə təşəkkür edirəm. Kaş ki birinci imtahanda sizi tanıyaydım. Açığın deyimdə bizdə məktəbdə iş rejimi o qədər ağır idi ki, mən öz-özünüz asinkron qoşulmuşdum. Dərsləri də az-az girirdim, az-az. Nə dinləmişəm, dinləyə də sizdən ancaq danışıqlarınıza qulaq asmışam. Doğrudan da səsinizdən də bezmirdik, heç nədən bezmirdik. Bu müəllimlərə verdiyiniz motivasiya, hər şey. O hərdən bir məlumatı hardan tapıb atır bizə. Ona məhzər qalırdım ki, özüm coğrafiyaçıyam da, bir o qədər məlumatı doğrudan da araşdırmıram. Dedim, görəsən hardan tapır bunları atır bizə. Çatdırmırdım məlumatlara baxmağa. Bəlkə də baxsaz mənim adımda çox məlumatları açmamışam. Doğrudan çatdıra bilmirdim ha. Ondan belə yenə keçdim. Allah sizdən razı olsun. Şükür olsun, şükür. Güləcmər müəllimə, siz də görüntünü açın. Sizin sayənizdə, sizin sayənizdə. Allah sizi var eləsin. Siz ki, bizi belə, mən öz adımdan deyirəm, o qədər sizə minnətdar, o yoldaşım da, özüm də. Təsəvvür edin ki, sizə o qədər dualar edirəm, o qədər belə ürəyimdəsiz ki, mən sizin sayənizdə keçdim imtahandan, sizin sayənizdə. Var olasın. Əvvəlki sertifikasiyada da çox müəllimdə olmuşdum da. Araşdırmışdım. Düzdür, birincidən arada qoşuldum sizə. Bilmirəm o miqə düşdüm, nəyə düşdümsə. Birdən-birə müəllimlərin o sual cavabı hazırı. Çəkindimmi bilmirəm, nədənsə qoşulmadım sizə. İlk başları biraz gəliz görsənir, amma yavaş-yavaş alışır. Birinci kimi qoşulmuşdum, düzdür, başqa müəllimə qoşulmuşdum. Sonra qayıtdım ona. Amma deyirəm, hiç kaş elə qayıtmazdım, sizdə qalardım. Kaş ki. Mənə dedilər, mən dedim ki, yoxda. Nəticələrimiz bizə kaş ki dedizdirmədi, əsas odur. Tapmağı əsas odur. Bəli. Yəni mən bugün gülə-gülə getdim o məktəbə və gedəndə də sizə dua eləyə getdim. Çox sağ olun. Siz dualarınız elə bəsdir. Sveta müəllimə var, dedi bütün Azərbaycan anaları sizə dua eləyir. Dedi o dualar elə sizə bəsdir. Doğrudan mən də yazdım ki, bu dünyada doğrudan. Tamam müəllimə, siz də təbrik edirəm. Yüksək bal Müəllimə, çox sağ olun. Allah razı olsun. Mən də qəlbinizi təbrik edirəm. Çox sağ olun. Şükür ki, belə çox sevindim ki, şükür ki, hamımız keçdik. Çox sağ olun. Salam, Füsun müəllimə, necəsiniz? Gözəl müəlliməmiz, necəsiniz? Sağ olun.
Allah bizim yüzümüzü güldürdü sizin Doğrudan, sayenizde. Ay, doğrudan. Leyla. Çox sağ ol. Allah da Məndən Leyla nəzəri böyük müəllimimizin həqiqətən. həmişə güldürsün. Amin. Həmişə. Necə sevinirik, inan Allah. Gözüm- Elə biləm o 43 bal mənim üçün bir 153 bal da, inan Allah. Allah O haqqından qədər- deylə. Tək bizə yox, Vallahi. bütün ailə üzvlərimiz, qohum əqrəbələr, bizi tanıyan hər bir kəsin belə deyək də sevincinə səbəb olmuş. Allah razı olsun. Hə, bəs nə, böyük şeydir. Hələ şey. hələ müəllimlərimizin qaynanaları xüsusi salam göndəriblər. Gəlirlər. Allah Kiminin sizdən o enerjini almasın. Siz ki o yorğun vaxtlarınızda belə heç bir müəllimi, yox müəllim vardı qoşulmuşdum da, yorulurdu, vaxt keçirdi, qalsın gələn dərs soruşaram sizdən, gələn dərs sor. Heç kəsi unutmurdunuz, heç kəsə o yorğunluğunuzu hiss elətdirmirdiniz. Vicdanla Nə işləyirdiniz. sağlığınızdan, Nə test ötürürdünüz, nə dərs ötürürdünüz, nə sual cavabı ötürürdünüz. Hələ mən asistan idim ha doğrudan. Yəni heyranam doğrudan da. Allah sizi var eləsin, o enerjinizi əski eləməsin. Çox sağ olun. Amin. Fəxriyə müəllimə salam, Məktəbə də necəsiz? getmirsiniz. Axşamınız Məktəbdə xeyir dərs müəllimlər. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Təbrik eləyirəm. Çox sağ Necəsiniz? olun. Mütləqsin, çox sağ Sizi olun. gördük daha da yaxşı oldu. Müəllimləri bir arada görmək mənə yaxşı təsir göstərir, hətta uğurlarımızı paylaşmaq. Bugün onda mən gözümü yumuram. Knopmuşkan da qoymuşam təsdiq etməyin üstündə. Niyə? Barmağımda Avtomatik özü ortadır. gəlir də orada. Avtomatik Yox, gəlir. elə 5 dəqiqə qalmışdı. Daha bilmədim o sonradan özünə gələcəyini. Gözümü yumdum, dedim mən basıram, sən bax xala. Üzümü belə tutdum, dedim ki, ay Allah. Məni heç kimin yanında pərt eləmə. Ya Allah, knopkanı Elə bastım. necə oturmuşuq, arxamda oturub bir kompüter aralı, qarşısında da mən. Qız dedi ki, 38 bal. Müəllimə təbrik edirəm. Sevda müəllimə salam, necəsiz? Salam, çox sağ olun. Yaxşı. Sağ olun. Sevda müəllimə ilə bayaqlar bir zaldaydıq müəllimə. Təsadüfən indi gördüm. Dedim bayaqları yaxın oturmuşduq belə. Çıxanda gördüm. Yox, tanımırdım. İndi baxdım. Müəllimələrin hamısı bilmək. 161-dəydiniz Bakı Hə. məktəbində. Bəli, bəli. bəli, oradaydım. Müəllimə sizdə neçə bal oldu? Sevda müəllimə unutdum. Hə, maşallah, təbriklər, təbriklər. Çox şükür. Hə, hardasa bir 30-a yaxın müəllimin sertifikasiyadır. İndi miksçilər də ki, ayın əvvəl olacaq. İnşallah yaxşı olacaq. İnşallah onlardan da xoş xəbərlər Bəli, gətirsin. Amikçilər də versinlər salamatçılıqla inşallah. Müəllimə mən vermişəm sənədlərimi qədər. Kim elə müəllim var ki, sertifikasiyada gedir, miqədə gedir. Elə Davam müəllim eləyəcəm. Davam eləyəcəm. Məndən Müəllimə çox vermişəm. sertifikasiya. Bu sertifikasiyanı yer dəyişmə eləyə bilirsiniz də, niyə eləmirsiniz? hə, olur. Bakıya verə bilmirəm axı mən. İnşallah. Allah qismət eləsin. Mən də birinci Verin, sertifikasiyanı dedim verim. Verdim, şükür Allaha. Dedim Allah. miqə vermişəm. İnşallah yaxşıdır. Müəllimlər, Müəllimə çətin şəraitdə mən hazırlaşmışam. Bizdə Allah saxlamış balaca körpəm var əlimdə. Yəqin ki dərslərdə səsin arada bir gələ bilər, eşidərsiniz. O 2 yaşı yoxdur qızın. 3 dənə uşaqdır bizdə. İndi mən işə də gedirəm. Yorğun da iş rejimi. müəllimə, Onunla normal ailə modeli sizsiniz. Ən normal Azərbaycanın ailə modeli 3 uşaqlıdır. Siz normal. ancaq işləyən qadın üçün çətindir də müəllimə. İşləyən qadın üçün çox çətin olur. Düzdür. Müəllimə, dünən bizə bir sual düşmüşdü. Azərbaycanın bir ailəsi dedicə. Mətanət, sən orada onu götürdün. Azərbaycanda ailənin Uşaqların sayı. birinci uşaqların sayı ay sağ ol. Onu götürdünüz siz. Azərbaycana aid olan. Əsas aid olan sözlər idi. Mən onu götürdüm müəllimə. Azərbaycanda uşaqların sayının çox olması, yox az olması. Yox, çox olması. Çox olması götürdüm. Çox Çox olması. Hə, onu götürdüm mən. Bir suala, düzgün sualı onu götürdüm. O birlərini bilirdim, onda tərəddüd edirdim, amma elə gördüm variant olma, yoxun gəlir, onu götürdüm. Bilmədim, amma səhv idi, düz idi. Amma keçən il ilk sual nə idi? Bu ildə ilk sual o idi. Fiziki coğrafiyanın ənənəvi sahəsi. Yeni sahəsi, yeni. Yox, yeni. Fiziki coğrafiyanın yeni sahəsi. Amma əsas fiziki qaldı. Birinci sualda keçən il o idi. Amma Orada torpaq coğrafiyası idi. Bu il landşaftsşünaslıq idi. Bu il landşaftsşünaslıq idi, amma keçən il ənənəvi sahəsi idi. O da deyəsən torpaq. Onu mən səhv gözümüşdüm. Onu bir də buludluluq Leyla müəllimə sizdən soruşdum. İçəridə yadımdan çıxdı. Gülüyə deyirəm ki, Gülü buludluluğu mənə bir dedi, o dumandan düşən, şeydən düşən. Atmosfer çox yazmışdım. Elə bir ki, bu il o sual yenə düşəcək. Keçən il mən onu düz yazmışdım. Ən əsas sualdır. O sual məndə travma yaradıb ki, o sualı bilməmək belə adi bir şey. Görüm üçüncü sualda. Mən keçən imtahanda, bu dəfə mən keçən imtahanda Biz qalbada oxumuşduq. Prosto bax, nədir o yoxlamalar
gəldilər, biri mətanətin yanında dayandı, biri mənim yanında, biri də bir söhbət Mənim üçün edirdilər. necə Onları edirlər? laf Elə bil ki, edirdilər. biz türemşik. İmtahanı bitirib çıxanda mən axıra qədər əllərimizə deyir, əllərinizə baxım ki, da nə edəcək, nə edə bilərik ki, daha bundan sonra. Hə, mənə də dedi, əlimə baxım, dedim, nə olub əlimə? Mən də bilmədim, ağlıma nə gələr. da torba qarışıq çıxıram. Dedim, nə olub əlimə? Özüm də təəccüblə baxırdım Mənimə da belə. qayıtdala, deyirəm, nə olub ki, Danışa. çıxırsan da imtahana. Deyirlər, yox, biz o torbanı kəsib götürməliyik. Hə. Kəsiblər, əşyaları veriblər, o torbanı götürüblər, çıxıb getmişlər. Gözüm müəllimə, qara kulokdur, qara kulok. Yox, bu dəfə ağ idi. Bu dəfə ağ paket idi. Hə. Müəllimə yığmışlar ağ kuyoka verdilər əlimizə. Açıqçiləri qoymadılar müəllimə, açıqçiləri Mən hamısını onayla verdim, getdim. Bircə dənə qələm götürdüm. Orada da qələm aldılar əlimdən, qələmsiz girdim. Gələndə də nətər həyecanla gəlmişəmsə, oranın qələmini əlimdə gətirdim. Maşına oturanda gördüm qələm əlimdə. eləmişə. Dedim, mənim qələm almışdılar, özü jurnal qələmim idi. Mən də onların qələmi gəlmişəm. Qaytaran deyirlər. Hə, Mən belə. də bildinizdən nə müsbətlə getdim. Müəllimə, Gülşən müəllimə daha başqa məktəbə gedir. Leyla müəllimə. Siz beş gəldiniz. Mənim başıma Ona görə- gəlməyən iş qalmadı. Qoyanmışım müəllimələr. Deməli, elə bilmişəm saat 11-dədir imtahan. 11-də. Bax Allah hamd olsun. Elə bilmişəm ki, imtahan keçən il verdiyim məktəbdir. Deməli durmuşuq. Hə, bax Allah uşaqlarımın Keçən canına. 263, hə? Yox, 158 nədir bu tərəfdə? Yasamalda bu tərəfdə. Yaxşı, yaxındır. Yoldaşımla getmişik 20 yanvarda keçib getmişik keçən ilki məktəbə. Leyla müəllimə məktəbə çatmışıq, heç kəs yoxdur. Bir insan da yoxdur. Deyir soruşur, deyir burada imtahan yoxdur. Götürüb Səidə müəllimə var, mənlə belə bir yerdə hazırlaşırdıq. Səidə müəllimə zəng gəlir. Ay Səidə müəllimə, siz hardasınız? Deyir məktəbdə. Axı deyirəm gəlmişəm, heç kəs yoxdur burada. Deyir hansı məktəbdə? Deyirəm 158 neçə. Deyirəm hansı məktəb? Deyir 161. Ay qız nə danışırsan 161? Demək İnanın müəllimə, indi mənə bir ağlamaq gəlib. Maşında ağlayıb müəllimə, nə qədər? Bir qış dedim, mən baxdım. Bütün mənim həyatım bitdi. Yolda neçə dəfə saxlamışıq. Yerini soruşmuşuq, o deyir bilmir. Axırı qızıma zəng eləmişəm ki, ay Maya, nə olar ki, onun Quran məktəbinin yerini mənə öyrən. Anam Nidanın yanındadır, Yasamalda. Düşmüşük kurukda fırran. Nə başaracaqdım 11-də. Orada dedilər ki, bəs saat 10-dadır. Yoxladılar məni tez, dedilər 10-da. Bu indi 10 demədilər. Baxışladı bədənim əsməyə, ürək bulanma, öymə. İnanın müəllimə, öldüm, dirildim. Yoxsa Leyla müəllimə, Allah haqqı, hədəfim mənim Bəlkə də 50-dən yuxarı yazardınız müəllimə. O həyəcan sizə imkan verməyib. O stres məni öldürdü. İnanın. Ən yaxşısını biz elədik. Çox üzülürəm. Ailə ilə müəllimə şəxsi kabinetə gəlib də deyirəm bu zibilini aç bax ki, bura 08:45-dən sən orada olmalısan. Orada olmaz. Bilməm. Biz saat 7-də getdik. Daha tərtib. Naili də artar. Allah Bu həqiqətən Leyla müəllimə. Yəni suallar çox rahat idi, çətin deyildi. Sadəcə mən doğrudan o qədər çətin şeylərin öhdəsindən gəldik ki, Canımızı bastıra bilmirdik. Həyəcan bastıra bilmədik. Nəticədə öz ixtisasınızı dərindən bilən bir müəllim oldunuz. Hər tərəfli. Sizin sayənizdə çox sağ olun müəllimə. Yəni heç nə itirmədiniz. Yəni əlavə şey öyrəndiniz, heç nə itirmədiniz. Əksinə çox şey qazandıq, çox şey bildik, dərinə getdik coğrafiyanın. Yəni keçirdik, səhvi keçirdik də. Yəni bilirsiniz necə? Kitab material məlumatları da, ümumi material məlumatları. Öhdəsindən də gözəl gəlirdik. Amma onun o dərinliklərinə gedə Bir bilmirdik. də o xəritənin hər xırdalığı. Bəli, Nə bəli, gözəl bəli. xəritələr attınız bizə. O bayağı Yazdım, çox rahat Mən də oturdum. yalnız, mən elə- Sadəcə biraz bizdə də həyəcanlanmadım. həyəcanlıq Yox. oldu. Bir dənə axırı dəfə də- yazdım, qurtardım. 5 dəqiqə qalmış ki, o knopka məsələsi var. Onda biraz elə bir mənə Olur müəllimə. istiləndim, Hər gəldim. kəsdə olur. O məndə də Əmlərim olur. gördüm əsir. Qıza dedim ki, mənə biraz su gətir də, içim. Dedi, siz bayaqdan rahat idiniz. Nə oldu müəllimə? Niyə? Dedim, indi knopkanı basmaq var, axı həyəcan. Amma arxayınam ki, yazmışam, bildiklərim var. 30-u keçəcəm. Bilmirəm neçə, amma 30-u keçəcəm. Elə qız, mən knopkanı bastım. Qız dedi 38. Всё. Onunla da həyəcan getdi. Biraz gözlərim doldu. Dedim, dururam, çıxam Allah gedim. həmişə sevinç göz yaşları olsun həmişə. Sevinç göz Leyla yaşları. müəllimə, deməli vaxt tamam olub, baxıram şeyə, ora baxdım, gördüm 43. İnanmadım, Allah haqqı inanmadım. Bir də baxdım. Baxın elə ani bir belə baxanda necə qışqırıq, bilmirəm ikinci mərtəbədə kim var idisə, yox idisə orada məndən bir qışqırıq çıxdı. Bir qışqırıq Müəllimə, necə çıxırdım. maşında da qışqırmısınız. Həm maşında çıxırmışam, maşında Leyla müəllimə, qalıb o deyim ki, çox adam kəsildi.
80% kəsildi. Üzr yoldaşım çöldə gözləyirdi. Mən də biraz geç çıxdım. Deyir ki, şoka düşdüm ki, yəqin bu da çıxan deyir ağlaya-ağlaya çıxırdı. Çıxan ağlaya-ağlaya. Bu gün də, Yox, bu gün Leyla də. müəllimə, yəni o şeydən doğrudan da əgər məsuliyyətlə hazırlasan, əgər o cür suallardan kəsilibdisə, dayvalla Hə. Bilkən müəllimə Deməli, test qalmamışdı, test qalmamışdı, kitab qalmamışdı. Siz keçməlisiniz Belə də də. o atdığınız axırıncı video var idi. O qədər gözəl video idi. Bütün ili 3 dəfə tamamladı qulaq o. asdım. Yox, düz 3 dəfə. O Sonra Nəzər məndə bir yetirdim. sual var idi. Bu günləri BRICS ölkələri yəqin ki baxdınız da, Hə, orada BRICS Braziliya ilə ölkələri. carı idi. Mən əvvəl carı götürdüm, təxmini car olar. Sonra baxdım ki, dedim axı orada uyğun gəlmir də. Birdən yadıma düşdü, siz deyirsiniz ki, Braziliyada kəşf edilmiş neft ehtiyatı. Amma dedim ki, Braziliya olub, prosta neftə görə qalmışdım. Birdən sizin o sözünüz yadıma düşdü. Dediniz, bax o diaqramda da var idi, axı stonlu diaqramda göstərirdi. Bəli. Dedim, Braziliyada Braziliyada kimsə onu neft mənə var belə ha, xatırlar. özü belə dedim. Braziliyada Hə, neft var ha. Hər dərs deyirdiniz onu. Tez dedim, bu deyə, bu nə dərsi? Müəllimə bunu bizə dönə-dönə deyir ki, burada diqqətli olun ha. Müəllim dedi neft var ha, Braziliya. Hə. Fikirləşdim ki, Braziliyada Tez- neft var. Tez misalı dəyişdim. Bəli, ilk onluğa düşüb. Mən də əvvəl Sizin- bilmirdim Braziliyada neft Hə, olduğunu. hə, bax o müəllimənin o sözü dönə-dönə Əgər bizə tənbih desəydi ki, eləməli. məsələn, BRICS təşkilatında ən kiçik ölkə, inkişaf etmiş ölkə o zaman car olardı. Ya German dil Hə. qrupuna Çünki aid orada Roman German deyildi Roman ya, da var ikisində də iynə burnu var, hər ikisində də ucqar nöqtə var belə. Dedim ola bilər də. Sonra amma əmək qabiliyyəti əhali az idi. O sual dedim ki, ola bilməz axı əhali çoxdur. Prosta o neft sözü Braziliyada mənim çar. Sonra sizin sözünüz yadıma düşən dedim, hə, bunu mütləq Amma müəllimə Xanım dedim. müəllimə, sizin Şeylərdən cavabları düşməmişdim. zaten mənə ləzzət eləyirdi. Siz də sual cavab edəndə, Sağ yəni olun müəllimə. Sizin Xanım sayənizdə çox müəllimə, sağ olun. xanım müəllimə uyumlu cavablar verirdi. Hə, Mən də ləzzət xoş duydum eləyirdi. xanım Çox müəllimə. sağ olun. Allah razı olsun. Səsində də Sizin sayənizdə. qeyri-adilik var idi. Belə çox maraqlı bir Sağ incə olun, belə sağ olun səslə. Bu da mənə deyir ki, biraz yavaş danış. Deyirəm, vallahi danışa bilmirəm. Mən də Müəllim yavaş yavaş danışa danışır, bilmirəm. Tez Sonra danışıram. kodlanır. Mənim Mən də tərəfimdə nə yavaş üçün danışır, o qədər öyrəşib danışmağa. Leyla Yenə də müəllimə. deyirəm, valla bir dənə mənə çətinlik gələn, üzr istəməm, sözünüzü kəsdim. Valla yenə də deyirəm, belə nətər deyim, bəlkə də loğalıq kimi çıxacaq, deyəcəksiniz ki, yüksək bal yox, verdinə deyə belə filan. Həqiqətən inanırsınız sualları oxuyurdum. Adi o Onega gölündən Fin körfəzi necə çıx? Eyni o belə baxıram. Bir tərəfdən deyirəm ki, ay Allah şükür asan, bir tərəfdən deyirəm ki, yəni bu dərəcədə asandır. Bəlkə də indi mənə çünki biz hər dərs olar Venezuelaya aid olmayan ekvator xətti kəsmir. Nə bilim Kanada ilə filan şey oxşar olmayan. Nə qədər demişəm Hə, onlara. deyirəm ki, inana bilmirəm ki, yəni bu dərəcədəmi asan? Horizontal miqyası elədim. Hə, Amma hə, sonra olar. orada iki Qalan dənə hər biri var şey idi. çox rahat. Məsələn, Azərbaycandan çox qorxurdum iqlimlərindən filan. Hamısı rahat. Dediyimiz şeylər, keçdiyimiz, valla Hə, nə deyim, hamısı çox sağ keçdiyimiz olun. müəllimə. Hamısı Siz nə hə. demişdiniz hamısı? Belə o yazdıqca deyirdi, müəllim bunu deyir, müəllim bunu deyir. Hə, hə, hamısı Qəşəng deyir, işarəliydi. iri həcmli suallar, filan şeylə filan, Hə, nə bilim, gölün, hə. çayın qarışığı, belə şey və ya diaqram. Ki, sualları oradan Bir- görəndə dedim ki, Hə, hə. Leyla müəllim elə şeylər öyrətmiş ki, heç bunların Hə. o dərinliyə ehtiyacı Aydın. olmur. Elə bil ki, ibtidai sinif uşağına sual verərsən. 5 də gəl 5 necə 10. Elə bil ki, elə. Oxuyurdum Elə, cavab bu. həqiqətən mən Oxuyurdum elə cavab bu. Mən Çünki narahat idim ki, öyrənmişdik ona yalnız görə. niyə mən belə Keçən idim? ildə Çünki qədər- narahat idim ki, elə bilirdim ki, birdən bu cümləni demərəm. Müəllim Çətin, gedib imtahanda hə. onu görər, deyər ki, heç biz bunun adını çəkməmişik. Yo, yo, Mənə elə hamısı. təsir eləyərdi. Dəhşət Hə, bu yəni. arada müəllimə, bizim Hamısı. bir tələbə yoldaşımız var mənim. Bu şəhərin Bakıda şəhər məktəblərinin birində zavuç işləyir. Coğrafiya müəllimidir. Gələni zavuçlarda deyir imtahan Hə, eləyəcəklər. hə, gələn Ona il. görə sizin nömrənizi istədi. Vermişəm ona, adı Bizim mən- Emadır. Çox yaxşı qadındır. Aha. O sizlə əlaqə saxlayacaq, o sizdən hazırlığınızı istəyir. Hə, Mən o qədər yazar mənə. danışmışam ki sizdən. Yazıb ki, Ema Mətiş, Ema. Yazıb Hə, ki, bilirəm. gülür. Bütün gün onunla Müəllimələr, danışmışam. orada bir Belə, sual var idi. mən deyirəm, müəllimə nömrəsini mənə ver. Diaqram qoymuşdular. Bu tropikin diaqramı idi. Hə, Yadınıza tropikin düşdü? diaqramı idi. Mən də tropikdən götürdüm hamısını. Tropikdən Tropik idi. amma birində də yazıb ki, subekvatorialda rast gəlinə bilər. Belə bir cümlə də başda yadınızdadır orada. Bir dənə də cümlə var idi. Azərbaycanda da rast gəlinə bilər. Sağ ol. Azərbaycanda da rast gəlinə bilər. Azərbaycanda da rast gəlinə bilər. Hə, Elə cümlə də var idi. Subekvatorialda da rast gəlinə bilər. Ay Allah, Hə, deyirəm o ki, bu tropik idi amma. subekvatorialda rast gəlinir ki, bax o qədər fikirləşirdim, o qədər axır bir təhər güzün. Mən də elə bilirəm amma onu düz yazdım. Düz Hə, yazdım elə yadımda. bilirəm mən də onu. İndi cavab gəlsin baxaq görək. Leyla müəllimə deyir ki, bu bundan olmalıdır, bu bundan olmalıdır. Elə yadıma salırdım. Leyla müəllimə bunu deyirdi. Bax elə yadıma salırdım ki, o sualların cavabını tapırdım. Hə. Bir də Gülşən müəllim orada Niderland var idi. Niderland yoxsa federativ nə idi orada? Plus minuslar olan cədvəl var idi. Onu düz götürdüm. Niderland monarxiyadır, eləmi?
Monarxiya götürdünüz Bəli, bəli, Niderlandı. Benelüksün üzvləri Hə, hamısı hə, monarxiyadır, yadındadır. Monarxiyadır. Amma Monarxiya G20'den götürdü. düşməmişdi içinə G20'den zaten. Hə, yox, G20 yox idi. Mən də 20 onu düşməmişdi, Niderlandı, mən yox, monarxiya düşmüşdü. Bugün götürdüm. bugün bizdə var idi G20'ni ki, biz təşkil eləyəcəyik Bizdə müəllimə, G7 Mətanət var müəllimə, biz Hə. Bakıda təşkil edəcəyik Bugün- G20'ni. bugün bir dənə cümlə kimi düşmüşdü ki, İnşallah, G20 inşallah Leyla müəllimə üzvü. nə vaxt istəyirsiniz? Valla Təşkil Mən gəlmək necə edin. əzbərləmişdim o xoş olar. Yəni G20-ni. sizdən görüşə gəlmək Elə çox xoş olar. əzbərləmişdim. G8-i, G20-ni. Hamısını əzbər. Əzbərləmişdim, neynədim? Leyla müəllim, içəri girən gün bizə bir dənə ağ vərək vermişdilər. O G20'ni imtahan başlayana qədər yazdım onu özüm üçün. Ki, həyəcandan birdən səhv seçərəm. Onu yaşamış biri kimi daha yaxşı başa düşərsiniz. Çox gözəl hissdir. Öz əməyinin qarşılığını görmək, aylarca əziyyət çəkdilər müəllimlər, istirahət demədilər, gəzmək demədilər. Qohumlarla yaxşı oturmadılar. Gülnurə müəllimə bilir. Hə. İndi daha necə istəyirsinizsə istirahət eləyərsiniz. Necə də bu yay sizin də artıq. Güləzbər müəllimə Biz sahibəni nə tər eləyəcəyik bəs biz? Leyla müəllimə bir şey olmuşam. Elə bilən bir boşluğa düşmüşəm. Çıxıb bilmirəm onları. Mən də eləyəm. İli Yox, boşluq yox. İçində şey var ki, dərs başlayacaq indi. Mən niyə oturmuşam? Gözüm qalıb telefonda yüzüm dartacaqsınız dərslər üçün. Amma o rahatçılığı, o stresi, nə bilim, düz deyə adam deyirdim ki, cəhənnəmə Mənə bilirsiniz nə maraqlıdır. Siz imtahandan çıxdınız, sizin indi ailə üzvləriniz nə dedilər, nə reaksiya göstərdilər? Hamı sevinir. Çox gözəl. Hamı təbrik edir. Əla. Hələ ki bizim məktəbdə hələ ki indiyə qədər çoxsu miqdən gedənlər idi, ilk verənlər var idi belə. Hələ ki ən yüksək nəticə məndə də 57, 54 var idi, 51, Müəllimə 51. ona birinci ildə gedir sertifikasiya xanım müəllimə, hə? Mən 23-dən qəbul olmuşdum. Elə bil ki, bir ildə müqavilənin işləri heç 3 ilim tamam olmamışdı. 23-dən indi təzədən düşmüşdüm deyə 2 ildən sonra yenidən verdim. Mən də Hələ ki hamı yazdı bayaqdan Nail təbrik edir. neylədir Nail? Heç nə Mən də müəllimə. oradaydım, Nail, deməli saat 7-dən biz evdən çıxdıq. 7-nin yarısı. Mənim yoldaşım məsuliyyətlidir. Probkaya düşməyək, vaxtından 1 saat tez çataq, rahat olaq. Naili də götürdük, termosda çay da götürdük, şokolad da götürdük, getdik maşınla. Mən düşdük. Heç kəs yox idi məktəbin qabağında. Bircə biz idik. Nail də mindidik arabaya, düşdük təmiz havada biraz gəzdik. Mən də kitab əlimdə oxuyuram. Yoldaşım deyir kitabı tulla, beynin qarışacaq da lazım deyil. Nəysə. İndi bu çoxlu mənə dua eləyir. Mən imtahandan çıxdım, gəldim. Birinci mən tez çıxdım da, yəni. Sən məndən qabaq çıxdın ha. Hə, gəldim, indi çatmışam qapıya. Düz qapının qabağında yer tapıb saxlayıblar maşını. Nail də o maşının içində oturub. İndi qışqırıram ki, aşkım, keçmişəm, mən imtahandan keçmişəm. Orada duranlar hamısı deyir ki, bayaqdan o uşaq sizə dua eləyir. Anam keçsin, anam keçsin. Ay Allah, anam keçsin. O qədər bir dua eləyir ki, o uşaq sənə. Birləşdirdi Leyla müəllimə. İllər Hə, sonra. sağ olsun. İllərdən sonra bizi birləşdirdi Leyla müəllim. Şükür. Neysə, Leyla müəllim. Hər tərəfli xeyirxah insandır, hər tərəfli. Bir Əhməd hardadır deyir, oğlumu axtardım, dostumu tapdım məsələn. Boşda buraxmayacaqlar bu xəstə uşağa görə. Hə, amma inşallah ki, keçər heç elə bir problemdə yaşamaz. Şükür elə keçdiyimdə daha elə bir problem. Yəni ona gətirirəm ki, elə xəstə uşağı olan, atası olmayanlar, nə bilim körpə himayəsində olan bu anaları, onları yerləşdirəcəklər hamısını. Yerləşdirirlər. Sosial iş təmin edəcək Sosial onları. işlə təmin edəcəklər. Onları boşda qoymayacaqlar. Hə. İndi Allah hamıya kömək Allah olsun. hamıya kömək olsun. Ruzisini yetirsin. Allah hamıya kömək olsun. Hə, belə. Elə mənim gözəl müəllimlərim. İndi miksilər deyir ki, bunların yarım saatlıq görüşü 1 saat çəkdi. O qədər gözəl müəllimlərsiniz ki, sizdən ayrılmaq istəmirəm, sonlandırmaq istəmirəm. Söhbətinizə doymuyor. Sağ olun müəllimələr. Hamınıza işinizdə uğurlar. Sağ olun, Hamınıza sağ olun. xoş Təşəkkürlər. Sağ olun. Bizlərlə xoş xəbərlər paylaşaq. Sizə də çox təşəkkürlər. Çox sağ Siz olun. də ayrısınız da Çox bizim sağ üçün. olun. Həmişə Çox ürəyimizdə sağ olun. yaxşı insan kimi, yaxşı müəllimə kimi həmişə xatırlayacağıq sizi inşallah. Siz də Sağ mənim olun, xatirimdə şükür eləsiniz. Çox sağ olun, var olun. İndi mən Var olun. bundan link göndərərəm, miksilər qoşularlar. Hələlik. Sağ olun. Sağ Şeyda olun. müəllimə, Sağ olun. xanım müəllimə, Mətanət müəllimə, Sağ olun. Gülrə, Çox İlkin sağ olun. müəllimə. Allah razı olsun Hər sizdən. şeyə görə çox sağ olun. Gülşən müəllimə, Sizdən uğurlar. Sağ şəhərlərdən olun. gəlsin. Sağ olun. Təşəkkürlər müəllim. Təşəkkürlər. Sağ olun. Sağ olun.